Salam, hər vaxtınız xeyir olsun, dəyərli Futbolissimo izləyiciləri. Artıq biz Qarabağın Çempionlar Liqasındakı sonuncu matçı ilə bağlı videomuza keçid ala bilərik. Hər zaman olduğu kimi Tərlan Şahinoğlu ilə birlikdə mövzumuz Liverpool-Qarabağ matçı olacaq. Tərlan, xoş gördük. Xoş gəldiniz Ramiz. Hər vaxtınız xeyir olsun, əziz tamaşaçılar, YouTube izləyiciləri. Bəli, artıq Liverpool maçın astanasındayıq. Qarabağımız bütün heyətlə İngiltərəyə yollanıb və ümidliyik, niyə də yox deyirik. Çünki Arne Slot'un komandası qeyri-stabil çıxış edir bu mövsüm və hətta İngiltərə Premier Liqasının sonuncu turunda onlar Bournemouth səfərində məğlub oldular. Son dəqiqə qolu ilə 2-3 hesabı ilə məğlub oldular. Virgil van Dijk'ın yeri gəlmişkən düzdür, qol vurduğu maçda 2 ciddi səhvi qeydə aldı və bu da Liverpool'un qollar buraxması ilə nəticələndi. Anfield Çempionlar Liqası havası çox gözəl bir tarixi zəfər üçün deyin, tarixi nəticə üçün yaxşı bir şərait olacaq düşünürəm. Xeyirlisi inşallah. Əlbəttə xeyirlisi. Qarabağ yeri gəlmişkən Anfield səfəri öncəsi, İngiltərə səfəri öncəsi Azərbaycan çempionatında Kəpəzə sehri hesabı ilə uduzdu. Tərlan Liverpool cəbhəsindən danışdı. Liverpool Bournemouth'a uduzdu səfərdə. Amma Qarabağda Kəpəzə 0-2 hesabı ilə məğlub oldu. Yeri gəlmişkən bu məğlubiyyət deməli Qarabağın Kəpəzə 24 ildən sonraki məğlubiyyəti idi və Kəpəzin Qarabağ səfərindən 27 il sonraki qələbəsi idi, ilk qələbəsi. 1999-cu ildə zamanında sonuncu dəfə Kəpəz Qarabağı səfərdə 2-0 hesabı ilə məğlub etmişdi yeri gəlmişkən və 2002-ci ildən sonra ilk dəfə idi ki, ümumiyyətlə Kəpəz Qarabağa qalib gəlirdi. Yəni bu tarixi bir nəticə oldu. Çempionatın son pilələrindən xilas olmaq üçün də Kəpəz üçün çox yaxşı bir üçxal oldu və Qarabağ demək olar ki, bütün gücünü, fikrini, zikrini hamısını yönləndirib Çempionlar Liqasının sonuncu matçına, liqa mərhələsində və Liverpool səfərinə. Hərçənd ki, əlbəttə biz Liverpool səfərinə hər şeyi saxlamamışıq. Biz Eintracht Frankfurtu məğlub etməklə imkanların böyük əksəriyyətini həll etmişik özümüz üçün. Yəni Qarabağın bu ərəfədə Azərbaycan çempionatındakı uğursuz nəticələrini normal qəbul etmək olar. Sabaha məğlubiyyət, Sumqayıtla deyəsən oyunda məğlub olmuşlar. Kəpəzlə bu formal, yəni çempionlar ortalıqda çempionlar liqası olmasaydı, təbii ki, Qarabağ bu maçların hamısında böyük ehtimalla qalib gələrdi. Sabah matçı biraz bəlkə də sualdır, çünki sabah bu mövsüm çox yaxşı çıxış edir. İndi danışacağıq növbəti videolarımızda biz sabahın çıxışına da toxunacağıq, amma hazırki mövzumuz sırf Çempionlar Liqasında Qarabağın Anfield səfəridir. Bununla bağlı yəqin ki, komandamızın Liverpoola çatması, ona bağlı foto şəkillər var. Hətta rəvi şeylər də gedir. Bir Anfield ruhu var. Yəqin ki, razılaşarsan ki, futbolda biz bugün bu barədə danışdıq. Çox isti qarşılama oldu orada. Hətta az yaşlı azarkeş var idi. Elvin Cəfərquliyevi o dediyi sözlə qarşıladı. Başuva sözü ilə. İndi orada da başla əlaqələndirsək, bir Arne Slot var. Yəni keçəl Başuva Liverpoola qalib gəlsək, Arne Slot da bilirsən də, yəni ruslar demişkən puşqadadır. Yol üstədir. Topun üstünə qoyublar. Sadəcə o çaxmağı altından çaxmağı Qurban müəllim və futbolçuları var. Hətta bəzi Liverpool azarkeşləri var ki, onlar istəyirlər ki, Liverpool bu maçda qələbə qazanmasın və nəticədə rəhbərliyi artıq beçsin, Arne Slot'u göndərsin. Bu tərəfdə olan Liverpool azarkeşləri, bu fikirdə olan Liverpool azarkeşləri də var. Amma oradan da, yəni orada artıq qol vursaq belə mən uğur sayacağam. Yəni Qarabağın Liverpool səfərində Anfieldda qol vurmağı öz-özlüyündə bir uğurdur. Və qol vursa düşünürəm ki, yaxşı nəticə ilə ona ayrıla bilər. Liverpool'un itklərə gəlincə Bournemouth'la son maçda düzdür, böyük itki deyil, amma Joe Gomez zədələrinə çıxdı. Elə ilk hissədəcə əvəz olunmalı oldu. Bu böyük itkidirmi? Yox. Böyük ehtimalla sağ cinahda Frimpong oynayacaq. Amma Joe Gomez yoxdur, bu dəqiqdir. Virgil van Dijk görünən odur ki, o da yaxşı vəziyyətdə deyil. Sadəcə özləri hücumda olanda ola bilsin, təhlükəli olsun. Amma hamımız bilirik ki, Van Dijk'ın yaşı irələsə də o klası öz yerində qalır. Yəni asan səhv edən müdafiəçi deyil. Yəni xüsusilə də sən qeyd etdiyin kimi Van Dijk müdafiə sardan yox, həm də hücum sardan da komandanın çox ciddi gücüdür. Standart vəziyyətlərdə çox böyük üstünlükdür, çox böyük. Bu mövsümü götürsək, Liverpool heyətinin nəzərdən keçirsək,
ən yaxşı təsir bağışlayan, ən yaxşı formada olan futbolçu heç şübhəsiz ki, Dominik Szoboszlai. Szoboszlai həm standart vəziyyətləri yaxşı yerinə yetirir, həm universallığı ilə seçilir. Bu mövsüm hətta məcbur qalıb müdafiənin sağ cinahında da oynayıb, yarım müdafiə öz yerində. Yəni bir növ hardasa komandanı lokomotividir, irəliyə aparan. Ən yaxşı vəziyyətdə olan oyunçusudur da deyə bilərik. Çünki Salah stabil deyil, Florian Wirtz təzə-təzə başlayır nəsə məhsuldarlıq göstərməyə. Bəzən hücumçularda da rotasiyalar olur. Cody Gakpo çünki zədədən qayıdıb, Ekitike bəzən oynayır, əsas heyətdə bəzən yox. Amma mən düşünürəm ki, nəsə bu maçda ola bilsin biz meydanda yeniyetmə Rio Engumoxanı da görək və hətta Federico Chiesa da oynaya bilər. Federico Chiesa gəlmişən Liverpool'un vaxtı oynasa Tərlan. Düzdür, əsas heyət oyunçusu sayılmasa da, yəni Chiesa'nın elə oyunları olur ki, çıxır meydanda komandanın əsas aparıcı qüvvəsinə çevrilir. İndi Qarabağa qarşı ondan istifadə edəcək flop yoxdur, onu bilmirik. Amma həqiqətən də Liverpool üçün də çox əhəmiyyətli maçdır, xüsusilə flop üçün bu qarşılaşmada onların hansı nəticəni əldə edəcəyini əlbəttə ki, zaman göstərəcək. Qarabağın Liverpool səfərindəki indi Qarabağın imkanlarını sonuncu oyunu göz önünə gətirərək bir qədər də Qarabağın hansı üstünlükləri ola bilər. Düzdür, bu biraz nisbi çıxar. Çünki arada çox ciddi səviyyə fərqi var. Amma bilirik ki, Qarabağ çətin maçlarda da öz imkanlarından istifadə etməyi bacaran kollektivdir. Bunun Benfica səfər maçı var. Yeri gəlmişkən Tərlan, bu mövsüm Qarabağın özəlliklərindən biri oynadığı komandalardakı məşqçilərin yerinin belə deyək də laxlaması məsələsi var. Benfica getdi baş məşqçi, dəyişdi baş məşqçi o nəticədən sonra. Ajax məşqçisini dəyişib gəlmişdi bura. Napoli hətta az qala Conte'nin istefası ərəfəsi idi, gəldi, Qarabağı məğlub etdilər, vəziyyət düzəldi. Eintracht elə, yəni məşqçi getdi, Dino Topmeller gənc məşqçilərlə gəldilər, məğlub oldular. Qarabağın bu mövsüm Kopenhagen və hətta Chelsea-də xatırlayırsansa, Enzo Maresca üçün də artıq gedəcək, göndəriləcək deyilirdi. Gəldi burada heç getdi, sonra qayıdandan sonra bir həftə sonra yola salındı. Yəni Qarabağın rəqiblərində məşqçi dəyişikliklərinin ərəfəsi olur, ya Qarabağ yola salır, ya Qarabağdan əvvəl yola salınır məşqçilər. İndi Arne Slot'da da hətta deyilirdi ki, Arne Slot ola bilsin ki, Qarabağla oyuna qədər göndərilsin. Amma belə görünür, o göndərilməyəcək oyuna qədər. Çünki artıq sabah oyundur və ya ola bilsin biz bu videonu hazır eləyəndə Qarabağın oyun günü olacaq. Özə Liverpool növbəti oyunu Newcastle-a qarşı keçirir. Anfielddə yenə oyun. Sonra da City-yə qarşı oyun var. Bəli, çətin oyun. Yəni Qarabağa qarşı oyun var, sonra Newcastle var, Bournemouth uduzlar artıq. Qarabağ var, Newcastle var, sonra City var. Yəni Liverpool'un turnir cədvəli sarıdan da çox önəmli işlər var. Liverpool Newcastle oyunu. Yəni Arne Slotlu yoxsa Slotsuz Liverpool olacaq, onu zaman göstərəcək. Soruşmaq lazımdır. Və yaxud da Qarabağla maçın sonunu gözləmək lazımdır. Qarabağla bağlı ilki Qurban müəllim mətbuat hətta yol üstü hava limanında bildirir ki, yalnız Kadi yoxdur, bizimlə birlikdə deyil, zədəlidir bildiyiniz kimi o. Və Kadisiz biz artıq Eintracht Frankfurt'a qarşı oynayan bir Qarabağ görmüşük. Sadəcə Qarabağ Eintracht'a qarşı çox güc sərf etdi. Bilirik ki, 94 dəqiqə oynadı komandamız. Çox əla mübarizə apardı komandamız. Bərpa üçün vaxt kifayət etdimi? Liverpool səfəri ümumiyyətlə Qarabağın səfərləri içərisində ən uzun məsafəli 8 səfərdən biridir. İndiyə qədərki ən uzun məsafə Lissabonadır, təxminən 3000 kilometrə yaxın. Onu da yer gəlmişkən o foto şəkili də paylaşacağım sizin üçün. Yəni bu yazının üzərində görəcəksiniz. Ən uzun məsafəli səfərlərindən biridir Liverpool səfəri. Yəni məsafə məsələsi var. Qarabağ hərçənd ki, yeri çempionatda oyuna güc verməsə belə, yəni Eintracht maçının üzərindən bir neçə gün keçir. İndi görək komandanın bərpası nə yerdə olacaq. Anfield amili var. Yəni Qarabağın həqiqətən də qarşısında çox ciddi bir rəqib var. Amma o rəqib aşa bilər. O rəqibin yerə yıxılması mümkündür. Sadəcə daha yaxşı güc versək, daha çox inansa komandamız. Əks hücumda da yaxalamaq olur onları. Belə deyək də, topla hərçənd ki, onlar daha çox oynaya bilərlər, amma imkanları dəyərləndirəcəyi təqdirdə ola bilsin ki, və inanırıq ki, Qarabağ səfərdən xalla qayıtsın. Amma bu olmasa belə, hamımız bilirik ki, məğlubiyyət belə komandamızı 24-yə sala bilər. Bir gol və ya bir heç-heçə bizi tam olaraq 100% təmin etdirir, amma çox böyük ehtimalla Qarabağ 24-yə düşəcək. İnşallah ki, o möcüzə baş verməz, bütün belə o nöqtələr yerinə oturmaz və Qarabağ 24-dən kənarda qalmaz. Amma Liverpoola qarşı tarixi səfər maçında indiyə qədər oynadığımız ən titullu komandaya qarşı inanırıq ki, Qarabağ çox yaxşı mübarizə ilə, əla ruhla oynayıb hər birimizə sevinç bəxş edəcək. Qarabağ orta xətti daha çox sağlam tutmalıdır. Çünki hazırki Liverpool, yəni Arne Slot'un Liverpoolu, Jürgen Klopp'un Liverpoolundan onunla fərqlənir ki,
hücumların əksəriyyətini cinahdan yox, Mərkəzdən mərkəzdən qururlar. Orada da Florian Wirtz var. Məhz buna görə alınır. Slot hücumları mərkəzdən qurur. Və yenə Wirtzin növbəti sınağı olacaq. Solboşlar görürsünüz, Vasilдар oynayır. Florian Wirtz getdikcə açılır. Salah artıq lazım deyilmiş kimi görünür. Və Slot nə istəyir? Salahı oynatmamaq. Salahın mövqeyində Frimpong oynatmaq. Və onun arasında Conor Bradley mi deyim, indi sağlam olsa, oynasa, Joe Gomez oynaya bilər. Frimpong orada düşünür. Frimpong da yəni Trent kimi uzun ötürmələr verən deyil. Yerlə pas verir mərkəzə doğru. Oradan kimsə zərbə də endirə bilər, hücumçulardan topu qəbul edib hücumu davam etdirə bilər. Amma əsas onlar üçün hücumların qurulmasında rol oynayan oyunçular mərkəzdədirlər. Qarabağın yəqin ki dayaq zonasında oynayan futbolçular düşünürəm ki, diqqətli olmalı. Onlara daha çox iş düşəcək. Çünki onlar topu çox oynayacaqlar. Sonra dayaqda bizdəki Vikaliodur. Pedro Vikaliodur. Onlar fantastik. Daha çox güc sərf eləməlidirlər. Məncə futbolçularımız da o Anfield amilinə görə, Liverpool amilinə görə daha çox güc sərf edəcəklərinə çox inanıram. Bir də Qarabağın yəqin ki razısan ki, sonuncu maçdakı start heyəti ilə başlamaq ehtimalı Qurban müəllimin daha çox olar. Çünki inandırıcı deyil ki, kimisə ora daxil eləsin. Yəni ən optimal, Kadisi ən optimal heyət o idi. Yəni inşallah ki o heyətlə oynayıb Camille Duranın önündəki pressingi səhvlərə gətirib çıxara bilər. Bax bunu Camille Duran üçün bəlkə də həyatının ən önəmli maçı olacaq. Çünki 2 gol vurdu. Daha çox Ronaldo tərəfə yönəlsin məncə. O soldan oynayır, olmasa düzdür, elə oraya yaxşıdır. Oradan elə davam eləsinlər. O boşluğu orada tapa bilər. Bir də Qarabağ futbolçuları üçün düşünürəm ki, ən arzu olunmaz oyunçu Liverpool heyətində Cody Gakpo ola bilər. Çünki həm fiziki güclüdür, həm sürətlidir. Çəkib vurur da. Yəni bu adam çəkib vurmağa meyillidir və biz də hamımız bir təəssüf ki, Koxarski yaxın küncdən top buraxmağa meyilli bir golkiperdir və Gakpo da çox vaxt ora vurur. Gravenberg'in də yaxşı zərbələri var, amma daha çox risk edən, daima vurmaq üçün imkan axtaran Cody Gakpo. Yəqin ki, elə bunu da yaxşı analiz edib Qarabağ məşqçiləri, Koxarski də bunu çox yaxşı bilir ki, onların ən ciddi üstünlüyü budur. Və blok qoymaq lazımdır. Əlbəttə, əlbəttə. Cody Gakpo'nun önündə düşünürəm ki, 2 oyuncu dayanmalıdır. Həm Mateus, həm də Leandro düşməlidir o cinahdakı kimi. Gakpo'dan atsa top, bunu eləyəcək. Bu hərəkət var ha. Onu daima eləyir, özü yaxın küncə, ora vurmur, bura vurur. Bəhlulun olduğu tərəfə düşür, soldan gəlir çünki sağa doğru. Daha belə eləməsinlər. Bəhlul eləmişdi. Yox, sonuncu maçda Qurban müəllim demişkən, onun bütün səhvlərini bağışlama olar, vurduğu o həll edici tarixi qola görə. Bir də Qurban müəllimə deyəsən, xaricdən təkliflər var. Ha, Borussia Dortmund xəbəri çıxdı, yer gəlmişsə, İlman xəbər sahibi fikirləşirəmsə, yəni belə bir layihə olsa, bu barədə əslində biraz da bu Qarabağ maçı bitsin, Qarabağın inşallah nəticəsindən danışaq. Bunun üçün də ayrıca bir video veriliş düzəldib. Bununla bağlı indi araşdırarıq, Alman mətbuatını da bildirə baxarıq, görək. Bu xəbər həqiqətən doğruluq payı varsa, bu məsələnin üzərinə gedib bu barədə də video çəkərik. Amma indiki videomuzu burada yekunlaşdırırıq, Qarabağ uğurlar arzulayırıq və ümid edirəm ki, video sizin ürəyinizcə olacaq. Rəylər, bundan əvvəlki videoda çox maraqlı idi. Çox sağ olun rəyləriniz üçün, ekran layıqlarınız üçün təşəkkür edirəm. Çünki orada onu çıxardacağım. Ekran layıqları deyil. Videomuzu like eləməyi unutmayın. Və əlbəttə ki, paylaşın dostlarınızla. Abunə sayımızı 5000-ə çatdıraq, artıq yavaş-yavaş çoxalırıq və bu bizi sevindirir. Tərlan müəllimlə inşallah Allah salamatçılıq eləsin, bu videoların ardını gətirməyə çalışır. Bugünlük bu qədər. Ramiz demişkən, like'larınızı, kommentlərinizi, rəylərinizi və təkliflərinizi əsirgəməyin. Bizi izləməyə də davam edin. Düşünürəm ki, hələ mövsüm ərzində maraqlı verişlərimiz çox olacaq.